Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə fiziki tərbiyə fənni üzrə 2025-ci ildə keçirilən müəllimlərin işə qəbul imtahanında futbol idman oyunu ilə bağlı düşən sualın izahını verəcəm. Sualımıza diqqət yetirək. Futbol idman oyununda hansı hallarda qol qeydə alınır? Variantlara diqqət yetirək. Top sərbəst zərbədən rəqib komandanın qapısına birbaşa daxil olarsa, sərbəst zərbə ilk öncə nəzər yetirək. Sərbəst zərbə hansı hallarda təyin olunur? Kontaktsız qayda pozuntusu olarsa sərbəst zərbə qeydə alınır. Birbaşa sözünün mənası o deməkdir ki, ikinci toxunuş olmadan, yəni sərbəst zərbə qeydə alındı, birbaşa oyuncu topa zərbə indirdi, heç kəsə toxunmadan top getdi, rəqibin qapısına daxil oldu və yaxud da öz qapına daxil oldu. İkinci bir toxunuş olmasa buna birbaşa toxunuş deyirlər. Sərbəst zərbədən istər top rəqibin qapısına daxil olsun, istər komandanın öz qapısına daxil olsun. Qol qeydə alınmır. Rəqibin qapısına daxil olduqda qol qeydə alınmır. Qapıdan zərbə ilə top oyuna daxil olunur. Öz qapısına isə daxil olduqda küncdən zərbə təyin olunur. İkinci varianta baxaq. Top künc zərbəsindən komandanın öz qapısına birbaşa daxil olarsa, İlk öncə künc zərbəsinə nəzər yetirək. Künc zərbəsi hansı hallarda təyin olunur? Penaltini çıxmaq şərti ilə standart zərbələrdən top komandanın öz qapısına daxil olarsa və top müdafiə olunan komandanın oyuncularına dəyib, öz qapı xətlərini yerlə və ya hava ilə tam tərk edərsə, qol olmarsa, bu zaman küncdən zərbə təyin olunur. Küncdən zərbədən top birbaşa rəqibin qapısına daxil olsa, qol qeydə alınır, öz qapına daxil olsa, qol qeydə alınmır. Sualımızda isə öz qapısına deyil. Bunun üçün qol qeydə alınmır. Rəqib gəlib küncdən zərbə yerinə yetirəcək. Digər varianta baxaq. Qapıdan zərbə zamanı top birbaşa rəqib komandanın qapısına daxil olarsa, bəli, qapıdan zərbə zamanı top birbaşa rəqib komandanın qapısına daxil olarsa, bu zaman qol qeydə alınır. Digər suala baxaq. Mübahisəli top zamanı ikinci toxunuş olmadan top qapıya daxil olarsa, mübahisəli top zamanı top birbaşa rəqibin qapısına daxil olsa qol qeydə alınmır, qapıdan zərbə yerinə yetirilir. Amma top komandanın öz qapısına daxil olsa, bu zaman rəqib küncdən zərbə yerinə yetirir. Ancaq burada bir balaca diqqət yetirək, çaşdırıcı bir söz yazılıb. İkinci toxunuş olmadan. Əgər ikinci toxunuş olaraq, ikinci toxunuş olduqdan sonra top istər rəqib komandanın qapısına, istər öz komandanın qapısına daxil olsaydı, qol qeydə alınacaqdır. Bu olmadan dediyinə görə bizim bu variantımız da yanlışdır. Növbəti varianta baxaq. Top yan xəttdən oyuna daxil edilərkən birbaşa rəqib komandanın qapısına daxil olarsa, top meydanın uzunluğu olan xəttlər yerlə və ya hava ilə tam tərk etdikdə top oyuna yandan daxil olur və hər iki əllə başın arxasından önə doğru top meydançaya doğru atılır. Yandan nə rəqib komandanın qapısına, nə də öz komandanın qapısına qol qeydə alınmır. Bu sualımızda doğru cavab üçüncü variantdır, yəni Y variantı.